22 may günü. Bəzən bir tarixi demək, bəzən də bir məkan adını çəkmək hər şeyi həll edir. Tarixli baxımından, məna və mahiyyət baxımından insana hər şey aydın olur. Məkan, yer, tarix o zaman yadda qalır ki, orada baş vermiş hadisə mahiyyətinə çatsın. 22 may 2006-cı il Güney Azərbaycanda bu ad altında, bu gündə, bu tarixdə başlamış hərəkat doğrudan da Azərbaycan xalqının yanında qalan bir tarixi hadisədir. Burada itkilərimiz də çox oldu. Minlərin, milyonların içərisində bəzən də barmaq hesabı görünsə, amma çoxdur, hər halda az itki deyil. Şəhidlərimiz var. Bu adi ölüm deyil. Şəhid sözünün dalında adi ölüm, heç olmaq, yox olmaq sözü gəlmir. Şəhidlik ölməzliyə qovuşmaqdır. O zaman ölüm əbədləşir ki, orada ölümdən yüksək hadisə baş versin. Şəhidlik ona görə yadda qalandır ki, bu ölüm ona görə müqəddəsdir ki, onlar əslində bir candan keçdilər, həyatdan keçdilər. Böyük olan əməlin qarşısında bunlar bəzən balaca görünür. Şəhidlik həyatda olan ən böyük müqəddəslikdir. Vətən üçün yaşadılar. Dünyada olan bütün Azərbaycanlıların cəmindən artıq, yüksək, böyük, ullarımızdan ulu olan Azərbaycanın mahiyyətini yaşatmaq üçün, vətən üçün yaşamaq, vətən üçün ölməkdən çətindir. Şəhidlik vətən üçün yaşamaqdır. Vətən üçün yaşayanların bu yerdə xatirəsini yad etmək borcumuzdur. Gəlin birlikdə yad edək. Qarşıda sonsuz yollar, öncə vətən torpağı. Bu bir səssiz savaşın yenilməzlik sınağı. Qarşıda sonsuz yollar, öncə vətən torpağı. Bu bir səssiz savaşın yenilməzlik sınağı. Tale vətən taleyi, yazı vətən yazısı. Tale vətən taleyi, yazı vətən yazısı. Yollar, yollar, yağmurlu yollar, şanlı yollar, uğurlu yollar. Yollar, yollar, yağmurlu yollar, şanlı yollar, uğurlu yollar. Əlimiz Quran üstə, candan öncə vətəndir. Son anda, son nəfəsdə sinə ona sipərdir. Əlimiz Quran üstə, candan öncə vətəndir. Son anda, son nəfəsdə sinə ona sipərdir. Sinə vətən sinəsi, kəlmə vətən kəlməsi. Sinə vətən sinəsi, kəlmə vətən kəlməsi. Yollar, yollar, yağmurlu yollar, şanlı yollar.
Adımız andımızda ana yurd ünvanımız. Yolumuz millət yolu, vətəndir vüqarımız. Adımız andımızda ana yurd ünvanımız. Yolumuz millət yolu, vətəndir vüqarımız. Keşik vətən keşiyir, savaş vətən savaşı. Keşik vətən keşiyir, savaş vətən savaşı. Yollar, yollar, yağmurlu yollar, şanlı yollar, uğurlu yollar. 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 16-cı il Güney Azərbaycanda may ayında baş vermiş hadisələr haqqında mətbuatda, dünya ictimaiyyəti haqqında artıq məlumat var. Bu haqda indi mən danışsam, söhbət yeni olmayacaq. Və sözçülükdən qaçmaq da məqsədimiz olduğu üçün uzun-uzadı danışmayacağım. Sadəcə bir iki kəlmə demək borcumuzdur. Xalqın ayağa qalxması nə ilə bağlı idi? Xalq qalxmaya bilməzdi. Artıq zaman geçmişdi. O öz sözünü deməliydi. O söz ki, illərdir onun içərisində qalmışdı. İllərdir burada insan haqları tapdanırdı. Nə bir, nə iki, nə də minlərin, milyonların, yəni 1 milyonun, 2 milyonun yox, 35 milyonun haqqı eyni zamanda tapdanırdı. Ana dilində məktəbin olmaması, sosial bərabərsizlik, ictimaiyyətdə Azərbaycanlıların sayılmaması və digər səbəblər. Səbəblər çoxdur. Və üstəgəl, xalqın içərisində yatmış iddiası, haqqını tələb etmək istəyi bir gün İran adlı bir məmləkətdə, Fars rejimində türkü təhqir edən karikaturanın mətbuatda verilməsi bu bir qığılcım oldu. Və xalq küçə bazara, xiyabana çıxdı, öz sözünü dedi. Şuarlar nə idi? Ana dilində məktəb tələbi. İlk əvvəl bu idi. Və buradan xalqın ayağa qalxmasına səbəb Farsın türkü görməməsi idi. Və qeyd etdiyim kimi, 1 yox, 2 yox, 1000 yox, 35 milyonu birdən-birə görməməsi. Və sanki heç media dövrü də olmuyor. Sanki İran adlı bir məmləkətdə nə türk torpaq olub, nə də türk yaşayıb. Və böhtan atılması ki, 35 milyon əslində farsdır, dilini dəyişib, digər dildə danışır. Və bu hadisənin dalınca Fars mətbuatında getdi ki, əslində Azəri dili Fars dilinin bir qoludur. Bu isə ağ yalandır. Ağ yalan da ona görə ki, dilçilik elmi, mən Fars adlı məmləkətdə demirəm, bütün dünyada öz inkişaf mərhələsini yaşayır. Bununla bağlı institutlar, akademiyalar olan bir zamanda sən Azərbaycan dilinə Fars dilinin bir qolu kimi ad verə bilməzsən. Çünki Azərbaycan dili, Azərbaycan türkçəsi Türk Oğuz qrupuna daxildir. Və buna ciddi kitablar da yazılıb. Müəyyən Fars bunu bilmir. Bilmirsə, deməli Fars ziyasız olduğunu, yəni dilçilikdən xəbəri olmadığını boynuna alır. Digər bir tərəfdən, Təbrizin 85 kilometrliyində 2 Fars məktəbində, yəni az yaşlı uşaqların təhsil aldığı məktəbdə
sandıqlar qoyulub. Buna cərimə sandıqları deyilir. Əgər dərsdə və yaxud dərs arası fasilədə uşaqlar öz ana dilində, türkçəsində bir-birlərini kəlmə kəsərlərsə, bu zaman 50 və 100 tümən ödəməlidirlər. Bu da ağır sosial şəraitdə yaşayan ailələrin verəsi bir cərimə deyil. Yəni, bu cür ağır yükləri biz hədsiz deyə bilərik və söhbətimizin gedişində sayacağıq da. Yəni, bütün bunların yığılması Güney Azərbaycanda milli oyanışın zamanını təyin elədi. Zamansa 2006-cı il may ayının 20-sində başlandı. Və qeyd edim ki, xalqın ayağa qalxması, ayaq üstə durması və yeriməsi. 3 hal eyni zamanda baş verdi. Xalq ayağa qalxıb, sonradan heç nə etməyə də bilərdi, əgər onun hazırlığı yoxdursa. Xalq ayağa qalxıb, bir müddət ayaq üstə dura da bilər, əgər onun müəyyən qədər hazırlığı varsa. Xalq ayağa qalxıb, ayaq üstə durub bir müddət və sonra yerimirsə, onun ayağa qalxması da, ayaq üstə durması da hazırlıqsızdır. Amma Güney hadisələri bizə nəyi sübut etdi? Xalq 3 halı birləşdirdi. Ayaq üstə qalxdı, ayaq üstə durdu və yeridi. Və sübut etdi ki, burada 35 milyon türk yaşayır. O türk ki dünyaya bir etnos kimi özünü sübut edib. Ənənəsi, mədəniyyəti və qədim tarixi var. Budur Güney Azərbaycanda yaşayan böyük türk milləti. Və digər tərəfdən Güneylilərin öz insan kimi haqlarını tələb etməsi, onların ərazilərinin bayaq dedim ki, sosial-ictimai baxımdan pis olması, tarixi abidələrin təhqir olunması və ləğv olunması, yəni yurt yuvanın adının yaddaşdan silinməsi prosesi də burada ardıcıl gedir. Digər tərəfdən, bütün bunlar üçün də xalq ayağa qalxıb, öz şüarlarında bildirirlər. Çünki vətən torpağı, vətən daşı adi daş deyil, müqəddəsləşən daşdır, torpaqdır. Və Güneylilər əslində öz tarixliklərini sübut etmək istəyirlər. Farsda bütövlüklə 35 milyonun türk olduğunu görməmək yox, daha doğrusu görüb onun türkçülüyünü inkar etməklə farslaşdırmaq iddiasındadır. Çünki İran imperiya kimi yaranıb, imperiya kimi yaşayır və imperiya o zaman dağılır ki, onun daxilində olan millətlər, yəni birbaşa imperiyada hakimiyyətdə olan millət yox, digər daxilində olan millətlər öz kimliklərini dərk edirlər və kimliklərini sübut etmək istəyirlər, öz müstəqilliklərini qurmaq istəyirlər. Güney Azərbaycanda bu proses gedir. Bu, yəni may hadisələri adi qiyam deyildi, tarixə düşən milli oyanışdır. Bu görüşü dərdə dərman bilmişdim. Həsrətimdən çox ağlayıb gülmüşdüm. Görüşünə bir qış günü gəlmişdim. Ey qaraltda ürəyi yaz Təbrizim. Çörəyi bol, qisməti az Təbrizim. Çiçəkləndim, bahar bildim qışını. Köksüm sıxdım, canlı sandım daşını. Qarla yudum, gizlədim göz yaşımı. İş ustası, söz dəcəli Təbrizim, göz yaşına öyrəncəli Təbrizim. Dalğa idim, ümmanına qovuşdum, zəvvar idim, karvanına qovuşdum, azadlığa, gümanına qovuşdum,
azadlığın ilk səngəri Təbrizim, tarixlərin şah əsəri Təbrizim. Nə gözlədim, nə axtardım, nə buldum. Nə buldumsa ürəyimə qəbuldu, bu soyuqluq nə zamanla dəb oldu, övladını qonaq bilən Təbrizim, dərdinə də deyib gülən Təbrizim. Qüdrətinə şəkk eləyə bilmədim, qoca ərkə ərk eləyə bilmədim, nə yatırsan dərk eləyə bilmədim, ey dünyanı yola salan Təbrizim, ey karvandan dala qalan Təbrizim. Cənnətini səndə tapan çox idi, sözün varsa daşdan keçən ox idi, New Yorklar, Londralar yox idi, öz yerində sayıb duran Təbrizim, nökərlərə boyun quran Təbrizim. Olunca yox, yağlı sözə əyildin, düşmənə yox, dost qardaşa döyüldün, tarix boyu belə məzlum deyildin, ümid bürcüm, zəfər tağım Təbrizim, güllə dəymiş söz bayrağım Təbrizim. Bakı səndən, sən Bakıdan ummada, donuq qanlar özgədən qan ummada, ümid yoxdur bu dünyadan ummada, yıxıq könlüm sən özün qur Təbrizim, zaman gedir, ayağa dur Təbrizim. Hey, İran adlı ölkənin siyasət dəyirmanının dəyirmançıları olan Türk ağaları, beyləri. Hey, əldə İslam bayrağı, dildə Allah, kitab, Muhammed bağırıb, manqurtçasına Rədəvilərin ırqçılıq siyasətini izləyən Türk ağaları, hac ağaları, Höccətül İslamları, Ayətullahları, özəlliklə də Ayətullah Seyyid Əli Xameneyi, sözüm sizlərədir. Yetər artıq İran başını döşünüzə döşədiyiniz, Fars şovinizminin baltasına sap olduğunuz yetər. Bu, ana toprağın sizlərə olan son öyüdüdür. Tarixdə elə hadisələr, bayramlar var ki, onu biz yaratmamışıq. Yəni, bugünkü nəsillər yaratmayıb. Çoxdanın söhbətidir. Və ona görə bugün o söhbət təkrarlanır ki, bugün də bizə sərf edir. Elə bayramlardan biri, elə hadisələrdən biri, tarixə yazılmış 8 mart Beynəlxalq Qadınlar Günüdür. O gün ki, qadınlar öz haqqını tələb elədi. 2007-ci il 8 martda Təbrizdə ana bacılar küçələrə çıxdılar, şuarlarla. O şuarlar ki, onun biri bu idi. Əgər İran Fars rejimində, onun dövlət məmurlarının dilində və yazılı sənədlərində hallanırsa, Həzrət Məhəmmədin bu kəlamı cənnət anaların ayağı altındadır. Bəs niyə biz anaların haqqı tapdanır? Niyə biz doğub
böyütdüyümüz körpələrimizə öz ana dilimizdə təhsil verə bilmirik. Onlar öz ana dillərində danışmasınlar. Bu nə vaxta qədər davam edəcək? Bu suallarla çıxdılar küçələrə. O zaman ki, bütün dünya qadınlarına həmin günü gül verirdilər, hədiyyə verirdilər. Onlara isə kötək verildi. Əzildilər, tutuldular, saçlarına yonuldular. Və öz şüarlarına, suallarına faş rejiminin hakim dairələri tərəfindən cavab tapa bilmədilər. İnsan öz sualına cavab tapa bilməyəndə özü ilə təkbətək qalır, özü ilə baş-başa və düşünür, nə etməliyəm? Elə nə etməliyəmin nəticələridir ki, bugün də Güney Azərbaycanın küçələrində, xiyabanlarından Azərbaycanlılar yığışmır. Təkcə 22 may 2006-cı ildə yox, ondan sonra da 21 fevral 2007-ci il beynəlxalq ana dili günündə, Xocalı faciəsi günü 26 fevral, 8 mart və digər bu kimi istər tarixi hadisələrdə, istərsə də digər günlərdə öz haqlarını tələb edə tarixləşdirdilər haqlarının məqamlarını. Elə 8 marta qaydaq. Analar tələb etdilər, lakin tələbləri həyata yetmədi. İnsanın tələbi həyata yetməyəndə iddia içində böyüyür və böyük bir hadisə kimi doğur. Biz bu hadisəni də gözləyirik. Və qeyd dedim ki, istər Təbrizdə, istərsə də Güneyin digər şəhərlərində qadınlar zindan görürlər. Onlardan biri də Nəsrin Rəcəbidir. Beynəlxalq qadın haqları, insan hüququ ilə məşğul olan bir qadındır ki, elə 8 martdan bir neçə gün əvvəl bildiriş yayarkən tutulmuş, həbs edilmiş və bugünkü günə qədər də yeri, ünvanı, harada saxlandığı məlum deyildir. Bu hadisələr haqqında çox danışa bilərik, uzun uzadı. Yəni, hadisə çoxdur. Mənə gəlir ki, hadisənin çoxluğunu danışıb, söhbətə inandırıcılıq gətirməyə ehtiyac yoxdur. Onsuz da bu hadisələr təkcə Güney Azərbaycanlılara yox, bütün dünyaya məlumdur. Dünya bizim səsimizi eşidirmi? Gəlin bu suala cavab tapaq. Elə sualın arxasıca gedərək qeyd etməliyəm ki, Güney Azərbaycanda həm də informasiya blokadası var. Evlərin üzərində qoyulan böyük krosno antenalar kəsilib tökülür. Burada beynəlxalq aləmə çıxış alınmasın. Yəni, demokratik dünyanı Güney Azərbaycanlılar görməsinlər. Görərlərsə, onlar öz insani haqlarını tələb edəcəklər. Bundan da qorxur faş rejimi. İnternet kanalları kəsilir. İnternet klublarda millətçi sitələrə baxmaq qadağandır və s. və digər. Dünyaya yayılan məlumatlar isə telefon vasitəsilə, yəni telefonun kiçik ekranı ilə çəkilir, yazılır, göndərilir. Və bu yerdə təkcə deyə bilərik ki, haqq incəlir, atalar sözümüzdə deyildiyi kimi. İncəlir, lakin qırılmır. İnsanın haqqı insanla bir gündə doğulur. Bizim haqqımız bir insan kimi bizimlə bir gündə doğulub. Amma biz boyda deyil. Çünki o insanlıqdan yaranıb. Nə qədər ki dünyada insan olub, insanın haqqı da olub. Sadəcə biz yaşadığımız ömürdə bu haqqı gəzdiririk. Onu nə dərəcədə sübut edə bilirik? Bu bizim özümüzdən asılıdır. Özümüzdən asılı olansa kimliyimizi dərk etmək və millət kimi özümüzü sübut etməkdir. Yenə deyirəm, bugün bir tarixi şəraitdir. Biz onu keçməliyik və keçəcəyik. Bu inan 50 milyonluq Azərbaycan xalqının
içində yaşayır. İnsan o zaman ölür ki, onun inamı itir. İnamı itənsə, inamı itən öz haqqını tələb edə bilməz. Xalq haqqını tələb edirsə, deməli onun inamı var və o yaşayır. Vətən suları, Azərbaycanlıyam, Azəri qızıyam, Azərbaycanlıyam, Azəri qızıyam. Soruşsalar kimə, haralıyam mən, Azərbaycanlıyam, Azəri qızıyam. Atam qoca Qafqaz, anam bu vətən, Azərbaycanlıyam, Azəri qızıyam. Atam qoca Qafqaz, anam bu vətən, Azərbaycanlıyam, Azəri qızıyam. Al bayrağım, canımdan əzizdir, sənə məhəbbətim sonsuz dənizdir. Xalqının ürəyi safdır, təmizdir, Azərbaycanlıyam, Azəri qızıyam, Azərbaycanlıyam, Azəri qızıyam. Soruşsalar kimə, haralıyam mən, Azərbaycanlıyam, Azəri qızıyam. Atam qoca Qafqaz, anam bu vətən, Azərbaycanlıyam, Azəri qızıyam. Atam qoca Qafqaz, anam bu vətən, Azərbaycanlıyam, Azəri qızıyam. Soruşsalar kimə, haralıyam mən, Azərbaycanlıyam, Azəri qızıyam. Atam qoca Qafqaz, anam bu vətən, Azərbaycanlıyam, Azəri qızıyam. Atam qoca Qafqaz, anam bu vətən, Azərbaycanlıyam, Azəri qızıyam. Azərbaycanlıyam, Azəri qızıyam. Azərbaycanlıyam, Azəri qızıyam. Bu dil bizim ruhumuz, eşkimiz, canımızdır. Bu dil birbirimizle ehdi peymanımızdır. Bu dil tanıtmış bize bu dünyada her şeyi. Bu dil ecdadımızın bize miras verdiği kıymetli hazinedir. Onu gözlerimiz tek koruyup nesillere biz de hediye verek. Bizim uca dağların sonsuz əzəmətindən, yatağına sığmayan çayların hiddətindən, bu torpaqdan, bu yerdən, elin bağrından qopan yanıqlı nəğmələrdən, güllərin rənglərindən, çiçəklərin iyindən, Nil düzünün, Muğanın
sonsuz genişliyindən, ağ saçlı babaların nəqlindən, kamalından, düşmən üstünə cuman o qıratın nalından qopan səsdən yarandın. Sən xalqımın aldığı ilk nəfəsdən yarandın. Ana dilim, səndədir xalqın nəqli, hikməti. Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış. Ürəklərə yol açan Füzulinin sənəti. Ey dilim, qüdrətinlə dünyalara yol açmış. Səndə mənim xalqımın qəhrəmanlıqla dolu tarixi varaqlanır. Səndə neçə min illik mənim mədəniyyətim, şan şöhrətim saxlanır. Mənim adım sanımsan, namusum vicdanımsan. Ey yaz doğma dilində danışmağa ar bilən fassonlu ədəbazlar, qəlbinizi oxşamır qoşmalar, telli sazlar. Bunlar qoy mənim olsun, ancaq vətən çörəyi sizlərə qənim olsun.
Azərbaycanlı niyə bir dillərində bir dənə məktəb yoxdur? Bəlkə buna görə zəif danışırlar. Amma 127 min necə yəni istəmirlər? Məktəbi başarıb mən harda küçələrə çıxanlar qışqırırdılar məktəb yeri. Güney hadisələrində, tədbirlərdə, kütləvi nümayişlərdə Türk gəncləri Bozqurd əlamətlərini, simvollarını bir nişan kimi başlarından ucaya qaldırıb göstərirlər. Bu nə ilə bağlıdır? Əslində dil, tarix, mifologiya bir millətin kimliyini sübut edir. Bir millət o zaman böhrana uğrayır ki, yəni milli böhrana uğrayır ki, öz kimliyindən uzaqlaşır. Qurd Türkdə simvoldur, onun mifologiyasıdır və Türkün ən qədim dastanları məhz qurdla bağlıdır. Bozqurd Türkə yol göstərəndir, onu qələbədən qələbəyə aparır və Türk də bu qurdu müqəddəs hesab edir, nəsildən nəslə ötürür. Elə tay qədimdən Ulu Türk xaqanları öz çadırlarının qarşısında asdıqları bayrağın zirvəsindən, ən yüksək nöqtəsindən Bozqurdun kəlləsini vurmuşdular. Və bunu da ata-babalarının, əcdadlarının kimliyini göstərmək və eyni zamanda xatirəsini əziz tutmaq əlaməti olmuşdur. Niyə məhz Bozqurd? Buradan belə bir sual ortaya çıxır. Məyəm başqa əlamət seçmək mümkün deyildimi? Türk özündə gördüyü yüksək keyfiyyətləri, daha sonra özündə olan yüksək keyfiyyətləri Bozqurdda gördüyü keyfiyyətlərlə üst-üstə düşdüyünü sübut etmək istəyir və bununla da Bozqurddan yarandığını deyir. Hansı keyfiyyətlərdir? Cəsarət, üzbəsürət döyüşmək, arxadan vurmamaq, əsarətə dözməmək, azadlığı sevmək. Türkün başqa millətlərdən üstün olan cəhəti də elə budur. Heç vaxt düşmən arxadan vurmaz, satqınlıq etməz və həmişə qılıncını çəkib, meydan seçər, düşməni meydana çağırar, üzbəsürət döyüşər. Qurdun keyfiyyətinə baxaq. O, hansısa bir sürüyə hücum edərkən heyvanı arxadan yaxalamaz, boğazından tutar və boğazlayar. Digər tərəfdən, qurdun ən gözəl keyfiyyəti, əgər tələyə düşübsə, tələdə olan ayağını didər, çeynəyər, dişləri ilə parçalayar və ayağı tələdə qalar, öz canını isə götürüb azadlığa çıxar. Azadlığı sevdiyi üçün əsarətə dözməz. Tarixə baxaq. Türk milləti heç vaxt əsarəti sevməyib, köylü kimi yaşamağı üstün tutmayıb. Burada Babəkdən iki misal gətirəcəm. Bizim milli qəhrəmanımız Babək Xürrəmdə deyirdi: mən möhtəsəmin düşməni, qurd ürəkli Babəkəm. Və onun digər bir şüarı isə 40 il əsarətdə yaşamaqdansa bir gün azad yaşamaq üstündür. Bu ilə qurdla üst-üstə düşən əlamət və keyfiyyətdir. Və qurdu simvol seçən Türk əsarətə dözməyəcək.
Güney Azərbaycan gənclərinin bugün Bozqurd işarəsini göstərməsi və onu rəmz kimi özündən yüksəyə qaldırması əsarətə dözməmək və azadlıq, sevərlik istəyindən yaranır.
dəqiqə, bu zamanda böyük işlərin vaxtıdır. Kiçik nə varsa ondan keçməliyik. Onsuz da çox itirmişik. İndi də kiçik işlərlə məşğul olsaq, bu bizim üçün fəlakət olar. Böyük iş nədir? Qarşımızda böyük məqsədimiz var. Vahid Azərbaycanın yaranması. Əslində, vətən deyilən bir anlayış hər bir kəs üçün müqəddəsdir. Asifata deyir ki, vətən dünyadan genişdir. Bu səbəbdən də insan dünyaya sığmır, vətənə sığır. Əslində, biz niyə vətənə sığırıq? Ona görə ki, vətən bizim üçün doğmadır. Doğmalıq olan yerdə insan özünü tapır və özünlüyünə qovuşur. Və Azərbaycandan deyirik, müstəqil Azərbaycan. Sən necə müstəqilsən ki, böyük bir hissə səndə deyil, parçalanmışsan, paralanmışsan. Paralanan, parçalanan nə varsa xırdalanır, itir. Elə Azərbaycanın fəlakəti də parçalanan gündən başladı. 1813-cü il Gülüstan sülh müqaviləsi. 1828-ci il Türkmənçay sülh müqaviləsi. İki böyük hegemon dövlət arasında, İran və Rusiya arasında Azərbaycan şaqqalandı. Bu zaman bir nəfər də olsun Azərbaycanlı o protokolda iştirak etmədilər parçalanmada və ağır şərtlər bizim boyumuza düşdü. Və o ağır şərtlərin nəticəsidir ki, bugün torpaqlarımız hissə-hissə gedir və bu davam edir. Çox təəssüf ki. Böyük balıqların kiçik balıqları yediyi bir halda, yəni həyatın belə bir qanunu olduğu bir halda, bu hal siyasəti də şamildir. Kiçik dövlətləri böyük dövlətlər udur. Bizim kiçik olmağa haqqımız yoxdur. Öz böyüklüyümüzdən xəbərimiz varsa. İstər tarixi baxımdan və istərsə də, mən əvvəla deyim, tarixi baxımdan niyə görə deyirəm? Çünki biz qədim tarixə malik olan bir xalqıq. Ənənəyə, mədəniyyətə və etnosa. Digər tərəfdən bugün böyük bir xoşbəxtliyimiz də var ki, sayımız çoxdur, 50 milyonu. Və o taylı bu taylı Azərbaycanın birləşməsi bütün yağlara qarşı durması deməkdir. Və üstə gəl, Qarabağın, Azərbaycanın bütövləşməsinin bütün həlli vahid Azərbaycanın yaranmasındadır. Erməniyə və digər yağlarımıza 50 milyonlu Azərbaycanlı təpiyi lazımdır. Çünki ermənilər ruhani gücdən qorxan deyil. Sən nə qədər desən ki, mən tarixə filan kəsləri vermişəm, bununla səndən qorxan deyil, qorxmayacaqlar. Yalnız və yalnız fiziki gücdən. Və üstə gəl. Azərbaycan Qafqazda elə bir şanslı xalqdır ki, Türk dünyası adlanan böyük bir dəniz axır. O, doğrudan da bəxtinə düşmüş gözəl bir şanslı çaydır. Qafqazda nə Gürcünün, nə erməninin, nə də digər xalqların belə bir şansı yoxdur. Biz bu şansdan da istifadə etməliyik. Siyasət, məqamdan istifadə etmək, şəraitdə udmaq deməkdir. Əgər bugün də biz bu böyük işləri görməsək, onda sual verirəm, nə vaxt həyata keçəcək? Bugün Azərbaycan, doğma Azərbaycanımız dərd içindədir. Yaralı da Azərbaycanımız. Hər bir Azərbaycan oğlu, hər bir Türk oğlu Türk yaşadığı ərazidən, kəndindən, elindən, obasından asılı olmayaraq Azərbaycan dərdləri düşünməlidir. Fərqi yoxdur. Sər Şəkili olsun, sər Şirvanlı olsun, sər Təbrizli olsun, sər Borçalılı olsun, sər Amerikada yaşasın Azərbaycan dərdi ilə. Azərbaycanla birgə yatıb birgə durmalıdır. Babək ilə birlikdə vurdular qollarını, Gülüstan, Türkmənçayla kəsdilər yollarını, Sinən üstdən çəkdilər tikanlı kollarını. O zamandan sızlayır iki ürək, iki can, sinəsi parçalanmış yaralı Azərbaycan. Neçə əsrlərdir ki, ağlayır Təbrizimiz, Arazın qırağında batırılır səsimiz. Əlimizdən alınıb Borçalı, Dərbəndimiz, o zamandan alışıb, o tutub yanır hər yan, sinəsi parçalanmış
yaralı Azərbaycan. Hələ durur qarşıda bir istiqlal savaşı, uzalsın dəngi səsi, çalınsın əskər marşı, birləşib əlbir olaq yağı düşmənə qarşı. Artıq məqam yetişib, almalıyıq qan ağam, sinəsi parçalanmış yaralı Azərbaycan. Saatlar çıkıntılarla yıkılan biz, saat 1'e biz 11'e geriye adımlayan biz. İller çapır dört nala, kim kırıla kim kala, atımızla baş başa mışıl mışıl yatan biz. İller çapır dört nala, kim kırıla kim kala, atımızla baş başa mışıl mışıl yatan biz. Ne kadar sürecek bu durum, geçer usandık biz. Vuruşan eller var olsun, dönüp yumruğa söyle bir daha, didilip bölünen elimiz bir olsun. Hey uyuyan, ulusun uyan, el için vuruşan eller var olsun, dönüp yumruğa söyle bir daha, didilip bölünen elimiz bir olsun. Yabancı laboratuvarlarda katalizatör olan biz, yadli makinalarla eriyip asimile olan biz. Ayrılanlar kavuştu, kölelik çağları savuştu, el koltuk yüzü kara, ağ dünyaya bakan biz. Ayrılanlar kavuştu, kölelik çağları savuştu, el koltuk yüzü kara, ağ dünyaya bakan biz. Ne kadar sürecek bu durum, yeter usandık biz.
Hey Təbrizim, hey Bakım, otayım, utayım, bütöv Azərbaycanım. Yeter uyudum, yeter sustum. Oyan, 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 oyan.
Elə zıpla la zıpla. Hadi. Özünden de etmişsin. Vaxtımız tutuldu. Sabah saat 5'te vaxtımız tutuldu. May 2006-cı il Güney. Bu tarix və məkan bizə hər şeyi aydınlaşdırır. Bütün sualların cavabı içində var. Xalq ayağa qalxdı və həmin gün haqqını tələb etdi. Qanla, qadayla, ölümlə nəticələndi. Amma tarixə düşdü. Tarixə düşmək o demək deyil ki, burada ölüm var idi, qan-qada var idi. Tarixə düşmək o idi ki, xalq öz haqqını tələb edirdi və haqqının tapdandığını başqalarına da çatdırdı. Səsimizi dünya eşitdi. Və buradan müxtəlif mənbələrdə müxtəlif cür izah olunur hadisə. Demirəm, xalqın haqq tələbini tapdayırlar. Yəni, informasiyalarda. Heç də onu demək deyil məqsədimiz. Məqsədimiz o deməkdir ki, burada tələf olan şəhidlərin də sayını müxtəlif deyirlər. Zindanda olanların da, döyülənlərin də. Amma deməliyik ki, şəhidimiz də çoxdur, itkimiz də. Yüzlərlə insan ağır işgəncələrə məruz qalıb və minlərlə insan zindana düşüb, ailəsindən məhrum olub. Amma bütün bunlara baxmayaraq, xalq yenə içindən çalxalanır. Xalq yenə
öz azadlıq mübarizəsindədir. Çünki bir millətin dünyası əlindən alınıb. İnsanın dünyası onun dilidir, onun kimliyidir. Xalq ana dilində məktəb tələbi ilə kimliyini sübut etmək istəyir. İstəyir ki, dünyaya gələndə açdığı dillə təhsil alsın. Bu, insan haqqıdır. Və inanırıq ki, ən ümdə olan insan haqqına 35 milyonluq Güney Azərbaycanlı çatacaq. Babək dur ayağa, götür qılıncı, toğla baş doğrasın, qan olsun ucu. O paslı qılıçdan kütsün qılıcı, zülmün xərməninə gəl bir od salaq, Babəkin qalasın yenidən quraq. Babək dur ayağa, çıx bir dağ üstə, gör necə çəkilib dağlar dağ üstə. Çiməndə quruyub gül budaq üstə, gəl gülü qurudan əli qurudaq, Babəkin qalasın yenidən quraq. Babək dur dirilsin azadlıq adı, zülmevin tərpətsin yiğit fəryadı, necə kim tərpətdin sən də Bağdadı, gəl möhtəsəmlərin canını alaq, Babəkin qalasın yenidən quraq. Bizim eldən qəhrəmanlar oyandı, düşmənin qarşında ərlər dayandı, azadlıq istəyib qana boyandı, gəl əl-ələ veraq, qanlar alaq, Babəkin qalasın yenidən quraq. Bir də yansın Azərbaycan ocağı, dolsun Babək ilə onun qucağı, yansın şöyle çəksin hər bir bucağı. Qaranlıq yerlərə gəl işıq saçaq, Babəkin qalasın yenidən quraq. Babək dur ayağa, gör nələr oldu, daşqın çay Arazda qan ilə doldu, Səmədin gülləri qonçada soldu. Dayanma Babəkim, dur gəl göraq, Babəkin qalasın yenidən quraq. Yığılın bir yerə, gəlin yoldaşlar, yiğit tək əl-ələ verin yoldaşlar, Babəki dirildin ay arkadaşlar, Babək dur ayağa, götür qılıncı, toğla baş doğrasın, qan olsun ucu.
Karşıda sonsuz yollar, önce vətən torpağı. Bu bir səssiz savaşın yenilmezlik sınağı. Karşıda sonsuz yollar, önce vətən torpağı. Bu bir səssiz savaşın yenilmezlik sınağı. Tale vətən taleyi, yazı vətən yazısı. Tale vətən taleyi, yazı vətən yazısı. Yollar, yollar, yağmurlu yollar, şanlı yollar, uğurlu yollar, 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 yağmurlu yollar, şanlı yollar, uğurlu yollar. Elimiz Kur'an üstte, candan önce vətəndir. Son anda son nefeste, sine ona siperdir. Elimiz Kur'an üstte, candan önce vətəndir. Son anda son nefeste, sine ona siperdir. Sine vətən sinesi, kəlmə vətən kəlməsi. Sinə vətən sinəsi, kəlmə vətən kəlməsi. Yollar, yollar, yağmurlu yollar, şanlı yollar, uğurlu yollar, 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 yağmurlu yollar, şanlı yollar, uğurlu yollar. Adımız andımızda ana yurd ünvanımız. Yolumuz millet yolu, vətəndi vüqarımız. Adımız andımızda ana yurd ünvanımız. Yolumuz millet yolu, vətəndi vüqarımız. Keşik vətən keşiyi, savaş vətən savaşı. Keşik vətən keşiyi, savaş vətən savaşı. Yollar, yollar, yağmurlu yollar, şanlı